Atomun quruluşu. Skandinaviya yarımadasında şimal və cənub qütblərində baş verən qütb gecələrində qütb parıltıları kimi adlandırılan maraqlı hadisə müşahidə olunur. Bu zaman sarımtıl yaşıl və qırmızı işıqlar üfüqdə sayrışır. Alimlər müəyyən etmişlər ki, qütb parıltıları atomun kiçik zərrəciyi olan elektronlar hesabına baş verir. Günəşin yüksək enerjili şüaları atmosferdə olan azot və oksigenin molekulları ilə toqquşur. Bu enerji hesabına atomlarda olan elektronlar udulmuş enerjini işıq şüaları şəklində buraxır. Sarımtıl yaşıl və qırmızı işıqlar oksigenin, mavi işıqlar isə azotun elektronlarının enerjini şüalandırması nəticəsində əmələ gəlir. Atomun quruluşu. Planetlər sistemi mərkəzdə Günəş olmaqla onun ətrafında dövr edən planetlərdən, onların peyklərindən, həmçinin asteroidlər və kometalardan ibarətdir. Atomun quruluşu da planetlər sisteminə oxşardır. Onun quruluşu şəkildəki kimi təsvir olunur. Atomun quruluşu haqqında tarixi məlumat. Bütün maddələr atom adlanan kiçik zərrəciklərdən ibarətdir fikrini ilk dəfə eramızdan əvvəl 5-ci əsrdə Yunan filosofu Demokrit irəli sürmüşdü. Bundan əlavə o atomun müxtəlif forma və ölçülü olduğunu da söyləmişdi. İngilis kimyaçısı John Dalton 1808-ci ildə öz tədqiqatları nəticəsində maddənin kiçik bölünməz zərrəcik olan atomlardan ibarət olduğunu irəli sürmüşdü. O, həmçinin müxtəlif elementləri təşkil edən atomların da müxtəlif olduğunu qeyd etmişdi. 1897-ci ildə İngilis alimi Joseph Thomson təcrübələr vasitəsilə atomda elektronların mövcudluğunu kəşf etdi. Onun 1904-cü ildə təklif etdiyi atom modelinə görə atom müsbət yüklü kürə və onun həcminə səpələnmiş mənfi yükü olan elektronlardan ibarətdir. Bu model bəzən kişmişli bulkaya bənzədilir. 1911-ci ildə İngilis alimi Ernest Rutherford atomun planetar modelini təklif etdi. O, atomun mərkəzi hissəsində protonların olduğunu və onun ətrafında eyni sayda elektronların hərəkət etdiyi fikrini irəli sürdü. 1913-cü ildə isə Danimarkalı alim Niels Bohr planetlərin Günəş ətrafında fırlandığı kimi elektronların da nüvə ətrafında müəyyən təbəqələrdə fırlanmasını təklif edərək atomun planetar modelini təkmilləşdirdi. Atomu təşkil edən zərrəciklər, atomun ölçüsü çox kiçikdir, onu görə bilmək üçün atomu milyonlarla dəfə böyütmək lazımdır. Bu qədər kiçik ölçülü olmasına baxmayaraq, atomun özü də daha kiçik zərrəciklərdən proton, neytron və elektronlardan təşkil olunur. Proton və neytronlar atomun mərkəzində yerləşir və atomun nüvəsini təşkil edir. Elektronlar nüvə ətrafında elektron təbəqələrində, yəni energetik səviyyələrdə fırlanır. Proton P ilə işarə olunur, müsbət yüklüdür. Onun yükü şərti olaraq müsbət 1 qəbul edilib. Neytron N ilə işarə olunur, neytraldır. Elektron E ilə işarə olunur, mənfi yüklüdür. Onun yükü şərti olaraq mənfi 1 qəbul edilib. Atomu təşkil edən zərrəciklərin ölçüləri atomun ölçüsündən dəfələrlə kiçik olduğu üçün onun əsas hissəsi boşluqlardan ibarətdir. Atom və onu təşkil edən zərrəciklərin ölçüləri kimi kütlələri də çox kiçikdir. Proton və neytronun kütləsi təqribən bərabər, elektronun kütləsi isə proton və neytronun kütləsindən təqribən 1840 dəfə kiçikdir. Şərti olaraq protonun və neytronun kütləsi 1, elektronun kütləsi isə 0 qəbul edilir. Helium atomu misalında atomu təşkil edən zərrəcikləri nəzərdən keçirək. Şəkildən görürük ki, şarı dolduran helium qazı helium atomlarından təşkil olunub. Sağdakı şəkildə isə atom və atom nüvəsi müqayisə olunub. Atomun nüvəsi atomun öz ölçüsündən 100.000 dəfələrlə kiçikdir. Bunu bir noxud dənəsini orta ölçülü futbol stadionu ilə müqayisə etməklə təsvir etmək olar. Atomun ölçüsü nüvədən nə qədər böyükdürsə, stadion da noxuddan o qədər böyükdür. Müxtəlif elementlərin fərqli atomlardan təşkil olunduğunu bilirsiniz. Bu atomlar tərkiblərində olan zərrəciklərin sayına görə bir-birindən fərqlənir. Helium, litium və berilyum atomları misalında bu zərrəciklərin sayını müqayisə edək.
Helium, litium və berilyum atomlarının modellərindən göründüyü kimi, eyni bir atomda proton və elektronların sayı bərabər olur. Neytronların sayı isə protonların sayından fərqli ola bilər. Nüvə yükü və kütlə ədədi. Günəş sistemində bütün planetlər Günəş tərəfindən cəzb olunur. Bu səbəbdən planetlər orbitlər üzrə Günəş ətrafında fırlanır və öz orbitlərindən çıxmır. Atomda da elektronlar müəyyən elektron təbəqələri üzrə nüvə ətrafında fırlanır. Atomun nüvəsi proton və neytronlardan təşkil olunur. Proton müsbət yüklü, neytron isə yüksüz olduğundan nüvə müsbət yüklüdür. Nüvə yükü protonların hesabına əmələ gəlir. Protonların hər birinin şərti yükü müsbət 1 olduğundan protonların sayının cəmi nüvə yükünə bərabər olur. Proton sayı bərabərdir nüvə yükü. Elektronlar mənfi yüklü olduğundan onlar müsbət yüklü nüvə tərəfindən cəzb olunur. Buna görə də onlar nüvə ətrafında müəyyən elektron təbəqələri üzrə hərəkət edir. Helium, litium və berilyum atomlarının modellərindən göründüyü kimi, atomda proton və elektronların sayı bərabər olur. Proton sayı bərabərdir elektron sayı. Protonun və elektronun yükü mütləq qiymətcə bir-birinə bərabər, işarəcə əksdir. Onların sayı da bir-birinə bərabər olduğundan, atomda bütövlükdə müsbət və mənfi yüklər bir-birinə bərabər olur. Bu səbəbdən atom elektroneytraldır. Yəni, yükü sıfırdır. Atom müsbət yüklü nüvədən və onun ətrafında paylanan mənfi yüklü elektronlardan ibarət elektroneytral zərrəcikdir. Elektronun kütləsinin proton və neytronun kütləsindən çox kiçik olduğunu nəzərə alsaq, atomun əsas kütləsi proton və neytronlarda toplanmışdır. Proton və neytronun şərti kütləsi 1 olduğuna görə, atomun şərti kütləsi proton və neytronların sayları cəminə bərabər olur. Bu kəmiyyət kütlə ədədi adlanır və A ilə işarə olunur. Natrium atomunda 11 proton və 12 neytron olduğundan onun kütlə ədədi 23 olur. 11 + 12 bərabərdir 23. Kimyəvi elementin işarəsinin yanında kütlə ədədi və proton sayı aşağıdakı kimi verilir. Atom elektroneytral zərrəcikdir. Atomun kütləsi çox kiçikdir. Məsələn, hidrogen atomunun kütləsi 1,67 vurulsun 10⁻24 qramdır. Atomun nüvəsinin atomun ölçüsündən çox kiçik olmasına baxmayaraq, onun kütləsi əsasən nüvədə cəmlənir. Əgər hidrogen atomunun nüvəsini 1 sm³ həcmə boşluqsuz toplamaq mümkün olsaydı, onun kütləsi təqribən 400 milyon ton olardı. İzotoplar və ionlar. Şəkildə karbon atomunun modelləri verilmişdir. İzotoplar. Təbiətdə tapılan elementlərin bir çoxu proton sayı eyni olan müxtəlif kütlə ədədli atomların qarışığından ibarətdir. Kütlə ədədinin müxtəlif olmasına səbəb onların atomlarında neytronların sayının fərqli olmasıdır. Belə atomlar izotop adlanır. İzotop, proton sayı eyni, neytron sayı və kütlə ədədi fərqli olan eyni element atomlarıdır. Bunu hidrogenin izotopları misalında nəzərdən keçirək. Göründüyü kimi, hər 3 hidrogen atomunda proton sayı eyni, neytron sayı isə fərqlidir. Hidrogenin izotopları müxtəlif cür adlandırılır. Protium, deuterium, tritium. Təbiətdə olan 100 min hidrogen atomundan təqribən 15-i deuterium izotopudur. Bu izotopun oksigen atomu ilə birləşməsindən alınan suyun formulu D2O olur və ağır su adlanır. 1000 qram suyun tərkibində təqribən 0,8 qram ağır su olur. Alimlərin araşdırmasına görə, ağır suyun miqdarı suyun tərkibində çox olarsa, bioloji proseslərə mənfi təsir edər və canlı orqanizmlərin həyat fəaliyyətini pozar. İzotoplarda proton sayı eyni olduğu üçün onlar eyni kimyəvi xassələrə malik olur. Lakin onların atom kütlələri fərqli olduğu üçün fiziki xassələri müxtəlif olur. Bir çox elementlər təbiətdə izotopların qarışığı şəklində tapılır. Ona görə də elementin kütlə ədədi bu izotopların kütlə ədədlərinin orta qiyməti ilə ifadə olunur. Hər bir izotopun təbiətdə yayılması N nəzərə alınmaqla orta kütlə ədədi aşağıdakı düsturla hesablanır. Məsələn, xlor təbiətdə 2 izotopun qarışığı şəklində yayılmışdır. Xlor 35 və xlor 37. Göründüyü kimi, xlor 35 izotopunda 17 proton, 18 neytron. Kütlə ədədi 17 + 18 bərabərdir 35. Xlor 37 izotopunda isə 17 proton, 20 neytron. Kütlə ədədi
17 plus 20 bərabərdir 37 var. Xlorun 75% 35 Cl, 25% isə 37 Cl izotopundan ibarətdir. Xlorun orta kütlə ədədi aşağıdakı kimi olur. Atomlar elektron ala və ya elektron verə bilər. Bu zaman əmələ gələn hissəciklər ionlar adlanır. İonlar mənfi və müsbət yüklü hissəciklərdir. Müsbət yüklü hissəciklər kationlar, mənfi yüklü hissəciklər isə anionlar adlanır. Solda birinci şəkildə kation verilib və atom elektron verdikdə proton sayı elektron sayından çox olduğu üçün müsbət yüklənir. Ortada ikinci şəkildə neytral atom verilib və atomun proton və elektron sayı bərabər olduğu üçün neytral olur. Sağda üçüncü şəkildə anion verilib və atom elektron aldıqda elektron sayı proton sayından çox olduğu üçün mənfi yüklənir. Göründüyü kimi atom iona çevrildikdə proton və neytron sayı dəyişmir, elektron sayı isə dəyişir. İonun yükü aşağıdakı kimi hesablanır. İonun yükü bərabərdir proton sayı çıxılsın elektron sayı. Kükürdün proton və elektron sayından istifadə edib yükünü hesablayaq. Kükürdün proton sayı 16, 16, 16. Kükürdün elektron sayı 18, 12, 16. Kükürdün yükü 16 çıxılsın 18 bərabərdir mənfi 2. 16 çıxılsın 12 bərabərdir müsbət 4. 16 çıxılsın 16 bərabərdir 0. Elm, texnologiya, həyat. Radioaktivlik. Elektronun sonra isə proton və neytronun kəşfi ilə bölünməz deyilən atomun daha mürəkkəb quruluşlu olduğu sübut edildi. Atomda olan bu zərrəciklərin də daha kiçik zərrəciklərə parçalana biləcəyini düşünən alimlər müasir nüvə tədqiqatları laboratoriyalarında araşdırmalarını davam etdirmiş və çox uğurlu nəticələr əldə etmişlər. Belə tədqiqat mərkəzlərindən biri də Fransa-İsveçrə sərhədində yerin 100 metr dərinliyində və 27 kilometr uzunluğunda olan CERN-dir. Avropa Nüvə Tədqiqatları Mərkəzi. Atomların bəzi izotopları çox davamlı olduğu halda, bəziləri davamsız olur. Bu izotopların nüvəsi zaman keçdikcə parçalanaraq başqa atoma çevrilir və bu zaman külli miqdarda enerji ayrılır. Bu hadisə radioaktivlik, davamsız izotoplar isə radioaktiv izotoplar adlanır. Bu çevrilmələr atomun nüvəsini neytron və ya müxtəlif şüalarla toqquşdurduqda da baş verir. Belə reaksiyalara nüvə reaksiyaları deyilir. Nüvə reaksiyalarından əldə edilən enerji kimyəvi reaksiyalardan əldə edilən enerjidən dəfələrlə çox olur. 1 kiloqram uran-235 izotopundan alınan enerji 3000 ton kömürün tam yanmasından alınan enerjidən çox olur. Hazırda dünyanın ən böyük problemlərindən olan enerji problemi bu izotoplar sayəsində həll edilir. Atom elektrik stansiyalarında əsasən uranın izotoplarından istifadə edilir. Atom bombası adlanan çox təhlükəli silahlar da uran-235 izotopundan hazırlanmışdır. Bomba partladıqda gedən reaksiyalar bir dəfə başlasa, onu dayandırmaq mümkün olmur və idarə olunmayan şəkildə gedən reaksiyalar nəticəsində güclü enerjili şüalar alınır ki, bu da bəşəriyyət üçün çox təhlükəlidir. Radioaktiv izotoplardan təbabətdə və sənayenin bir çox sahələrində istifadə olunur. Belə ki, kobalt-60 izotopu xərçəng xəstəliyinin aşkarlanmasında və müalicəsində, qida maddələrində və tibbi avadanlıqlarda olan mikrobları öldürərək, onların sterilizə edilməsində, rentgen cihazlarında tətbiq olunur. Uran-238 izotopundan istifadə edilərək yer kürəsinin yaşı, karbon-14 izotopundan isə müxtəlif canlı orqanizmlərin ölmüş qalıqlarının yaşı təyin edilir. Belə ki, karbon-14 izotop atomlarının yarısının parçalanması üçün təxminən 5730 il vaxt lazımdır. Onun qalan hissəsinin yarısının parçalanmasına əlavə olaraq 5730 ildə lazım olur. Bu prosesin tam başa çatmasına təxminən 55.000 il vaxt sərf olunur. Bu üsulla 55.000 ilə qədər yaşı olan qalıqları müəyyənləşdirmək mümkündür. Əgər bu dərs sizin üçün faydalı oldusa, indi kanala abunə olun və bildirişləri açın. Bu kanalda kimyanı sadə və anlaşılan şəkildə öyrənəcəyik.
Çətin görünən mövzular, test sualları və başa düşmədiyiniz yerləri şərhlərdə yazın. Mən onların hamısını oxuyuram və videolarda izah edirəm. Yeni dərslərdə görüşənədək kimyanı birlikdə öyrənək.